Salam dəyərli izləyicilər. Həndəsə optika ilə bağlı belə bir suala baxaq. Günəşli gündə uzunluğu 2 metr olan şaqlı qoyulmuş xəttkeşin kölgəsinin uzunluğu 1 metr, evin kölgəsi isə 10 metr olmuşdur. Evin hündürlüyünü hesablayın. Bu məsələni həll etmək üçün ya oxşarlıq əlaməti tətbiq etməliyik və ya ki, tank sərfanı tapmaqla da bu məsələni həll etmək olar. Tank sərfanına geçsək, məsələ daha aydın başa düşülən olacaq. Ona görə də biz tankdən istifadə edək. Tank alfanı tapmaq üçün şəklə diqqətlə baxsa, iki düzbucaqlı sütuna görür şəkildə. Məhz birinci balaca düzbucaqlı sütunaya baxaq. Tank sərfanı tapmaq üçün qarşıdakı katet, yəni alfa bucağı nəzərə qarşıdakı kateti 2 görürük. 2-nin bitişik katet isə 1-dir. 1-ə olan nisbətini yazarıq. Bu da olacaq 2-yə bərabər. Növbəti dəfə yenə tank sərfanı tapmaq istəsək, bu növbəti dəfə artıq böyük düzbucaqlı sütunaya baxmalıyıq. Böyük düzbucaqlı sütunaya baxanda alfa bucağı qarşıdakı katet böyük H görünür. Bitişik katet isə məhz evin kölgəsi olaraq göstərilir. Bu da 10 metrdir. Hər ikisi tank tapdığına görə bu iki ifadəni bərabərləşdirə bilərik. 2 bərabərdir. Böyük H bölünsün 10. Buradan da H tapsaq olacaq 20 metr. Yəni evin hündürlüyü 20 metrə bərabərdir. Doğru cavab A variantı. Sağ olun. Növbəti videolarda görüşənədək.